Samlasa kalmış gelmişsiniz. Geçen 3 hafta evvelki videoda demiştim ki eğer 5 baxış gelse hiç ekranda arka plan değiştirmenin CapCut'dan əslini göstərisini eləyəcəm. O zaman keçək. Ancaq birinci CapCut'umuzu açaq. Bunu bura gətirim. Bu arada bunu az screen recorder eləyirəm. İnşallah səsim yaxşı düşər. Həmişə belə qısıq düşürdü bu video. Bundan çəkəndə. Ən yaxşı yüksək səslə danışım belə daha yaxşı düşər. Gec açılır. Ve o sırada reklam. Niye projektimize eğer bu videoda 5 baxış gelse görünmezlik pələrini eləyəcəm. Eləməyi göstərəcəm. Birinci arka planına koyacağımız bir şəkli seçək. Normalden şəkli yoxdur heç burada. Okul şəkli. Şimdi bunu add eləyək. Add elədik. Şimdi overlay. Add overlay. Videomuza keçək. Videolar. Her neyse. Şimdi bu da videomuz var. Bu videonu siz görmüşsünüz olsa. Geldik yine bu tımarhaneye, heyvanhaneye. Her neyse. Üfle. İndi bizim boyumuzu birinci ayarlayaq. Belə buradan qoyaq. Bəs məncə. Şimdi buradan splice. Okey düyməsi. Ve remove bilgi. Remove background. Şimdi chroma key. Ama burada auto removal, custom removal falan da var. Auto removal'a gelende deyəsən daha yaxşı şeyler. Burada zümrüt var. Yani pro'du. Eğer pul olan arkadaşlarımız geri verebilirler. Biz chroma key'den eləyəcək. Her neyse. Şimdi bu chroma anahtarını bunun üstüne gəlsək yaşını gördünüz. Yox oldu. Şimdi bunu daha yaxşı eləmək üçün buradan belə gedirik. Seçdik. Baxaq elə nətər oldu. Get. Etin olmaz. Eşittiniz herhalde ama şey değil. Sen de bir. En yaxşı bunu ben şuraya getireyim de daha yaxşı eləyək. Elədik. Gələk nasıl oldu? Geldik yine bu tımarhaneye, heyvanhaneye. Bunun süresini ayarlayaq. Sıxılmaya bezdim. Her neyse artık bildiniz. Yani böyle ayarlayırıq. Geldik yine bu. İzlediğiniz için çok teşekkür ederim. O zaman 5 like veya 5 baxış geldikten sonra görünmezlik pələrini eləmə videosunda görüşərik. Haklısınız ey. Ben geldim. Elşan burada gel. Gel. Görüşərik. Sınıfa da gel.